Bütün Azərbaycan xalqı baxsın bu obşujetil patoskofalarına, gəlib buradan keçirləri, saçlarını, zətlərini belə-belə eləyənlər. Gəlirlər bu binada otururlar oğlanlarla, zətlərlə, gəlirlər burada pozğun seslər çıxardırlar. Baş barmaqlarını, ağızlarını soxurlar, başlayırlar yalamağa. Belə seslər, soska sesləri çıxardırlar, çalan şık sesləri çıxardırlar. Bütün Azərbaycan xalqı baxsın bu sürtüklərə, bu obşujetil patoskofaların hamısına. Mən evdə, bunlar çöldə. Küçə qəhbələri, küçə qancıqları, küçə itləri. Nələrdən çıxırlar? Gəlirlər, keçirlər 5-ci qapıda, 8-ci qapıda, nədir, bizim bina 12-ci binadır da 6-cı mənzil. Araz Ağalaroviç nəslindən, Tofiq babanın nəslindən. Da gəlirlər, otururlar burada, 7-ci qapı, burada güya boş otaqdır, girirlər, otururlar içəridə, qapını açırlar, otururlar içəridə, güya orada heç kəs qalmır. Gəlirlər orada, başlayırlar seslə, pozğun seslər çıxar, 1-ci mərtəbədə girirlər, otururlar, yuxarıda qoca arvadın evində, cürbəcür sesi, biz bura köçəndən, mən bura gələndən, bu pozğunlar, əxlaqsızlar yuvası. Gəlib burada keçirlər, cürbəcür seslər çıxır. Sonra da mən bunları söyürəm, təhqir eləyirəm, ağzıma gələni deyirəm. Götürüb postpatrolla zədə zəng eləyirlər, çağırırlar burada sukaları. Postpatrolun 102-nin sukaları, 14-cü polis bölməsi Cavid Uçaskovunun sukaları. Yəqin onlarla cinsi əlaqəyə zada girir də. Bunlarla gedirlər, aralayırlar qabağında, qoyurlar qabağını, neynirlər, neynəmirlər. Yəqin ona görə gəlir mənim qapıma. Oğraş Uçaskovu, Cavid və onun postpatrolları, Oğraş postpatrolları. Bütün sülaləlikcən bir qeyrətləri. Ataları da, qardaşları da deyir ki, bizim qızımız, arvadımız, nə bilim nə, anamız, bacımız var. Gəlib keçirlər buradan, otururlar burada, pozğun seslər çıxardırlar. Küçə qəhbələri, küçə qancıqları, küçə itləri. Bütün dünya eşitsin, Məhəmmədi Kürdəxanı, Sabunçu rayonu. Pozğunlar, əxlaqsızlar yuvası. Mən evdə, onlar küçədə. Gələndən mənə depressiya salıblar. Mamanın bütün qohumları eşitsinlər hamısı. Nələr eləyiblər mənə. Bu küçə itləri, küçə qancıqları, küçə qəhbələri. Ermənidən törəm, erməninin balağından düşmüş, mərəzə yolçusunun dəməyindən çıxmışlar.